Oranın yuyulub aspirasiya edilməsindən sonra qanamanın olmadığını gördük. Amma yenə də kontrol altında tutmağı istədik və bu səbəblə xəstəni reanimasiyaya yatırdıq. Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub. Özünün dediyinə görə və psixiatri dispanserinin çalışanlarının verdiyi bilgiyə görə axşam yeməyi sırasında olub bütün süreç. Axşam saat 6-7 radələrində mətbəx əşyalarının, o qaşıqların yerində olmadığını görüncə və belə bir şübhədə olublar. Şübhəyə də səbəb öncədən xəstənin, pasiyentin bu tarz bir sui-qəsd etdiyinə görə belə bir şübhələr olub və xəstəni dərhal ambulansda icbari sığorta ilə acilə gətiriblər. O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir. Nərmin Məmmədhəsənli, Namiq Hüsiyev, Xəzər xəbər.